Salam əziz uşaqlar. Bu gün sizlə baxacağıq düzbucaqlı üçbucağın sahəsinə. Deməli uşaqlar, biz düzbucaqlının sahəsinin hesablanmasını bilirik və bu gün sizlə öyrənəcəyimiz şeylər nədir? Açar sözlərdə baxaq. Bu gün öyrənəcəyik düzbucaqlı üçbucaq, katet və hipotenuz. Deməli uşaqlar, bu mövzumuz da asandır. Düzbucaqlının sahəsini biliriksə, bu mövzu bizim üçün 2 vur 2-dir. Uşaqlar, nə edirik? Bir dənə düzbucaqlı çəkirəm. Bu düzbucaqlını qəşəngcə tən ortadan beləcə bölürəm. Bu şəkildə böldüm. Bizə lazım olan hissə bu. Elə bilin ki, bir dənə adi riyaziyyat dəftərinizi bir listini qopartdınız, sonra qayçı ilə onu bu şəkildə böldünüz. Sonra uşaqların bir tayını götürürük. Yəni bu hissəsini artıq mən silirəm, çünki bizə bunun biri lazımdır. Aldıq üçbucaq. Burasını da silim. Deməli, üçbucağımızı aldıq uşaqlar. İndi nə edirəm? Burada bu üçbucağın bu hissəsində düzbucaqlı olduğunu göstərirəm ki, bu üçbucaq düzbucaqlı üçbucaqdır. Bu işarəni keçən dərsimizdə keçdik ki, düzbucaqlı olduğunu bu şəkildə göstəririk. Bu üçbucaq oldu bizim düzbucaqlı üçbucağımız. İndi uşaqlar, düzbucaqlı üçbucaqda, baxın, bu düzbucaqla üz-üzə dayanan tərəf hansıdır? Görsün, böyük olan hissədir. Bura deyirik hipotenuz. Hipotenuz. Və qalan digər 2 dənə tərəfinə isə deyirik katetlər. Katet. Deməli, hipotenuz nədir? Katet nədir? Bunu öyrəndik. Düzbucaqla 90 dərəcə ilə qarşı-qarşıya duran tərəf oldu hipotenuzumuz. Yəni, böyük olan tərəf oldu hipotenuz. Qalan 2 dənə tərəflərimiz adlandı katet. Bu oldu bizim düzbucaqlı üçbucağımız. Düzbucaqlı üçbucaqda necə tapdıq uşaqlar? Bir dənə düzbucaqlını 2 dənə yerə böldük. Bu belə uşaqlar, bu aydındır. İndi gəlin bunun sahəsinin tapılmağına. Deməli, bunu əvvəlcə uşaqlar nə edirəm? Bu şəkildə ilə qırmızı qələmlə bunu bir dənə düzbucaqlıya tamamlayıram. Yəni başqa nə ilə tamamlayım? Sizin üçün aydın olsun. Bunu tamamladım bir dənə düzbucaqlı üçbucağa. Bu tərəfinə yazıram A. En uzun məsələsini bilirik, uşaqlar artıq öyrənmişik. Burası olsun A, uzunluğu olsun B. Bunun sahəsini nətər tapdım uşaqlar? S bərabərdə A vurulsun B. Bunu bilirik də uşaqlar. Düzbucaqla sahəsini tapanda enini vururuq uzunluğa. Axı mən burada bunu götürüb ortadan böldüm. Kəsdim bunu. Bu hissəsini çıxartdım buradan. Vərəqimizin, elə bil dəftər vərəqimizin bu hissəsini kəsdik. Buradan çıxartdıq. Bizə qaldı bunun bir dənə bu hissəsi. Burada olsun B-imiz. Deməli, bunu kəsib 2 yerə böldüyümə görə sahə də 2 dəfə kiçilir. Ona görə bu düzbucaqlı üçbucağın sahəsi olur AB bölünsün 2. Deməli, düzbucaqlı üçbucağın sahəsini tapanda nə edirik? Düzbucaqlının eni vururuq uzunluğa, yəni katetləri. Bura B idi. Bu şəkildə də bura A, bura B, B. Bura B olduğu üçün avtomatik burada B olur. Deməli, nə etdim? Katetləri vurdum. Bir-birinə böldüm 2 və ya düzbucaqlı kimi fikirləşin. Eni vurdum uzunluğa, böldüm 2. Çünki qayçı ilə 2 yeri tən ortadan bölmüşük onu, ona görə. Düsturumuz yəqin ki, uşaqlar sizə aydın necə tapdıq. Düzbucaqlı 2 yerə böldüyümüz üçün sahəni də 2 yerə böldük. İndi gəlin baxaq tapşırıqlara. Birinci tapşırığa. Düzbucaqlı üçbucağın deyir katetlərinin uzunluğunu. Bunu silim gəlin, başlayaq tapşırıqlara. İşlədikcə misalları daha yaxşı mənimsəyəsiz mövzuları. Yazıram. Tapşırıq neçə deyir uşaqlar? 1-də. Tapşırıq 1. Ekranı biraz böyüdüm. Başlayaq yazmağa. Görək bizə nə deyir? Deyir, düzbucaqlı üçbucağın katetlərinin uzunluğunu tapın və sahəsini hesablayın. Uyğun düzbucaqların sahəsinin yarısını tapmaqla cavabınızı yoxlayın. Gəlin baxaq uşaqlar. Bu 1 burada yazıb. Bunun davamı buradadır. Deməli, yazıram. A bəndindəyik uşaqlar. Bura 1-dirsə, 2 damanı 1 santı veribsə, deməli, bura 2-dir. Bura 2-dir, buranı da sayaq 1, 2, bura 3-dür. Bura 3-dürsə, avtomatik bura 3-dür. Bu düzbucaqlının sahəsini eləyir uşaqlar. 6. Deməli, burada AB şəklində verib həllini yazmağımızı, gəlin elə bizdə AB kimi yazaq. A'mız olsun 3,
Gəlin yazaq da bir-bir. İstəyirlər biz deyirik neyniyək. B-miz olsun 2. Aha, bunu yazdıq. S-imiz nəyə bərabərdir sahəmiz uşaqlar? Bərabərdir. 3 vurulsun 2 bölünsün 2. İxtisar getdi, bərabər oldu 3. Deməli sahəmiz nə oldu uşaqlar? 3 oldu. Bu qədər. Burada bir açıqlama verib, dastan yazıb da, ehtiyac yoxdur. Bilirik ki, düz bucaqlı üst bucağın sahəsini tapanda nə edirik? Katetləri bir-birinə vurub yarısına 2-yə bölürük. Keçdik yenə bu bəndin uşaqlar. Deməli sayıram. 1, 2, 3. Bura 3'dür, bura 1'dir. Neyniyirəm uşaqlar? Yazıram A bərabərdir 3, B bərabərdir 1. Sahəni tapanda S bərabərdir 1 vurulsun 3 bölünsün 2. Elədi 1,5. Keçdim C-yə. Bura 2'dir, bura 1'dir. C bəndini yazıram. S bərabərdir. Hələ A-sını B-sını yazaq. A-mız oldu 1, B-mız oldu 2. S nədir uşaqlar? 1 vuraq 2 bölü 2 bərabərdir. 2 neymiş 1. Bunlar ixtisar gedir, qalır 1. Sonra gəldik D bəndinə. Bura uşaqlar 2'dir, burada 2'dir. Aha. Deməli A da 2'dir, B də 2'dir. Sahəsi nə olacaq uşaqlar? S bərabərdir 2 vurulsun 2 bölünsün 2 bərabərdir 2. Sonra gəldik Y bəndinə. Bura nə qədərdir? Bura 1,5'dir. Qoyun bunu buradan silim. Bura 1,5'dir. Burada 2'dir. Yazıram. Neçədəydi? Y bəndində. A-mız bərabərdir 1,5'ə, B-miz bərabərdir 2. S nə olacaq? 2 vurulsun 1,5 bölünsün 2. İxtisar getdi, qaldı 1,5. Uşaqlar bu qədər tapşırığımız, mövzumuz asandır. Düz bucaqlının sahəsini biliriksə, bunu göz yumulu yazacağıq. İndi bunları silirəm və keçirik tapşırıq 2-yə. Aha, başlayaq uşaqlar 2-yə. 2-də görək bizə nə deyir? Yəni bunları da pozun buradan. 2-də deyir ABC üçbucağının sahəsini tapın. Gəlin tapaq uşaqlar. Tapşırıq 2. A bəndi. 6, 8. Nə olur uşaqlara? S ABC bərabərdir. ABC-ni tapdığım üçün uşaqlar baxın burada ADC üst bucaqda var. Düzdür, ADC ilə bunun sahəsi bir-birinə bərabərdir. Bərabər olsa da mən bilməliyəm hansı üst bucağın sahəsini tapıram. Bizdən tələb olunan ABC-dir. Ona görə S-in altına bir dənə ABC yazıram ki, bilinsin ki, bu nədir? S ABC bərabərdir. 6 vuraq 8 bölək 2. Nə elədi uşaqlar? 24. Keçdim bu bəndin uşaqlar. Görürsünüz nə saydədir? Bura 15 verib. Bizi çaşdırmaq üçün 15'i bura yazmayıb ki, biraz beynimizi işlədək, fikirləşək. Yazıram ona görə S, A, B, C bərabərdir. 5 vurulsun 15 bölünsün 2. Bu nə eləyir uşaqlar? 75'i 2'yə böləndə nə eləyəcək? 37,5. Düz yazdım. Aha, 75 düzdür. C bəndi. 12'dirsə, burada 12'dir. Aha, S bərabərdir. S ABC. 12 vur. 12 böl 2 bərabərdir. Nə eləyir? 144'ü 2'yə böləndə 72. Bu da belə, bu da oldu. Bizim C bəndimiz asan idi. Çox həqiqətən uşaqlar maraqlı dərsdir. Keçək 3-ə. Bizim sıxıcı dərslərimizin hamısı artıq geridə qalıb. Bu kitabın ikinci hissənin hamısı başdan ayağa maraqlıdır. Gəldik tapşırıq 3-ə. Düz bucaqlının deyil sahəsini tapın. Nə var uşaqlar bunu tapmaq? S bərabərdir 6 vuraq 4 bölü 2. Nə eləyir? 24 2'yə 12. Keçdik bu bəndinə. Birinci hissədə ancaq öyrəndik hesablamadır, toplamasıdır, çıxmasıdır, onluq kəsirlər. Bunları ikincidə ancaq qəşəng mövzular. Burada deyir 10 vurulsun 10. S bərabərdir 10 vurulsun 10 bölünsün 2. İkidə bir şəkildə də yazırlar kitabda uşaqlar. Baxın, burada kitabda bu şəkildə yazır. S bərabərdir. Neynədim? 2'də 1 vurulsun 10 vurulsun 10. Eyni şeydir, fərqi yoxdur. Belə mənə daha rahat gəldiyi üçün bu şəkildə yazıram. İxtisar getdi, qalır 5, elədi 50. C bəndinə. Baxın, burada neyniyib? Düz bucaqlı üst bucağın burada başını oynatır. Burada yıxıb yerə bu şəkildə qoyub.
Yəni çaşmayın, qarışdırmayın. 90 hardadır? Buradadır. Qarışdırmayın. S bərabərdir. 7 vuraq 9 bölək 2. Nə eləyir? 31,5. D bəndinə uşaqlar keçək. S bərabərdir. 3 vurulsun 5 bölünsün 2 eləyir 7,5. 3 ilə bitirdik. Asan idi. Bizim üçün heç nədir bunları yazmaq. Əminəm ki, sizin hər biriniz bunu sərbəst şəkildə yaza bilirsiniz. Keçək 4-ə. Sildim bunu. Keçdik 4-ə. Tapşırıq 4. Deməli, əziz şagirdlər, 4-də nə deyir? Düzbucaqlı üçbucağın sahəsi və katetlərindən biri verilib, digər katetin uzunluğunu tapın. Gəlin tapaq uşaqlar. Nə var bunu tapmağa? Yenə asan. Deməli, A bəndindəyik. Neyniyib burada? B-ni verməyib, yazıb. S, A, B, C 24. Verilənləri bir də burada təkrarən yazmam. Birbaşa yazıram. 24 bərabərdir 4 vurulsun. Son işarəsini B-nə qəbul edəcəm uşaqlar hamısında. Birbaşa. 24 vurulsun B. B bərabərdir nəyə uşaqlar? 6-ya. 4-ü nəyə vursan 24 eləyər 6-ya. Gəldim B-ya. 60 bərabərdir 8 vurulsun B-ya. Bu da bərabərdir 7,5-ə. Sonra gəldim C-ya. 21 bərabərdir 7 vurulsun B. B də bərabərdir 21 bölək 7, yəni 3. Gəldim D bəndinə. 36 bərabərdir nəyə? 12 vurulsun B-ya. Bu da buradan bərabərdir 3-ə. Bir də uşaqlar uzun uzadı yazmıram. Hamısını həllinə qısa birbaşa yazdım. Keçək uşaqlar 5-ə. Neçədən tapşırıq verib uşaqlar? 8 dənə. Mövzu asan olduğu üçün tapşırığı da bizə az verib. Deyir, suallara cavab verin. Gəlin görək uşaqlar bizə nə sualları verir. Tapşırıq neçədəyik? 5-də. Düzbucaqlı üçbucağın katetlərindən birinin uzunluğu 12-dir. Digərinin uzunluğu isə bunun 3-də 2 hissəsinə bərabərdir. Görürsünüz, birinci hissədəki kitabımıza keçid eləyirik buradan. İnteqrasiya eləyirik, əlaqələndiririk. Bu düzbucaqlı üçbucağın sahəsi nə qədərdir? Yazıram. Uşaqlar A bəndində verib. Uzunluğunu verib 12. Eni isə bərabərdir bunun 3-də 2 hissəsi. 12 vurulsun 3-də 2. İxtisar getdi, qaldı 4, elədi 8. Sahə tapaq. S bərabərdir 12 vurulsun 8 bölünsün 2. Elədi 48. İndi keçək B bəndinə. Düzbucaqlı üçbucağın katetlərindən birinin uzunluğu 5-dir. A-mız olsun 5. Digərinin uzunluğu bundan 20% çoxdur. B-miz bundan 20% çoxdur. 20% çoxdursa, yəni 120%dir. Bunları necə yazırdıq uşaqlar? 5-i vuracağıq 120-yə. Böləcəyik 100-ə. 0 getdi, bu getdi. Burada qaldı 6. Cavab oldu 6. Deməli, A-mız 5-dir, B-miz 6-dır. Sahə nə olacaq? S bərabərdir 6 vurulsun 5 bölünsün 2. Elədi 15. Sonra gəldik C bəndinə uşaqlar. C-da deyir ki, düzbucaqlı üçbucağın hipotenuzu 5-dir. İndi hipotenuzu 5 verib. Buranı 5 verib bizə. Katetlərin birinin uzunluğu bunun 80%-nə bərabərdir. 5-in 80%-ni necə tapırdıq uşaqlar? A bərabərdir 5 vurulsun 80 bölünsün 100. Bərabərdir 4. Deməli, A-mız nədir uşaqlar? 4-dür. Bura oldu 4. Digər isə 60%-nə bərabərdir. Bu da olsun B. B də bərabərdir 5 vurulsun 60 bölünsün 100. 0 getdi. 5-i 10 elədi 2. 2-dən 6 ixtisar getdi 3. B-miz də oldu 3. İndi deyir, bunun sahəsini tapın. S bərabərdir nəyə? 3 vurulsun 4 bölünsün 2. Bərabərdir 6. Deməli, sahəmiz 6 oldu. Bu da belə.
5'i də bitirdik. Keçək tapşırıq 6-ya. Tapşırıq 6. Deyir, tələb olunan fiqurun sahəsini tapın. Gəlin baxaq A bəndinə. S ABC-ni istəyir. Aha. A, B, C. Uşaqlar, A, B, C-ni istəyirsə, gəlin bunun rəngini dəyişim. A, B, C. Opşi bunu istəyir. Amma bizə nə verib? Bir bu düz bucaqlı üç bucaq verib. Bir bu düz bucaqlı üç bucaq verib. Biz ayrı-ayrı bunların sahələrini tapıb toplamalıyıq. İndi yazıram. S, A, D, B bərabərdir. 8 vurulsun 5 bölünsün 2. Nə elədi uşaqlar? 20. Eyni zamanda S, BDC. BDC isə bərabərdir. 10 vurulsun 5 bölünsün 2. Bu da elədi 25. İndi S, A, B, C nə olacaq uşaqlar? Bu ikisinin cəmi. 20 plus 25 bərabərdir 45. Bu belə. Bu bizim oldu A bəndimiz uşaqlar. A. Keçdik B-yə. B-də nə verib? A, B, C-nin sahəsini tapaq. Bu zaman nə edirik uşaqlar? Gəlin baxaq. Aha. Bura 4'dür. Burada 8'dir. Bizdən A, D, B-nin sahəsini istəyir. Uşaqlar, bu zaman nə edirik? A, B, C-nin sahəsini taparam. S, A, B, C-ni tapdım mən. Nə edirəm? 8 vurdum 4'ə böldüm 2'yə. Nə elədi? 16. Sonra taparam S, B, C, D-ni. Bu nə eləyəcək? 4 vuraq 2 bölək 2 bərabərdir 4. Hə uşaqlar, indi mən nə elədim? Bunun sahəsini tapdım. Bunun sahəsi oldu nə? Gəlin üstünə yazım. Opşi sahəmiz 16'dır. Bu balaca o salat və yaşıl olan sahəsi 4'dür. Opşidən 16'dan. S, A, B, C, A, D, B bərabərdir. 16'dan 4'ü çıxarım. Bizə lazım olan hissə hansıdır uşaqlar? Bura. Nə elədi? 12. Sonra gəldik C bəndinə. Bizdən istəyir S, A, B, C-dir. İndi uşaqlar, burada bizdə 2 dənə düz bucaqlı üç bucaq var. Biri budur, biri isə budur. Ayrı-ayrı tapıram, toplayıram. Yazıram altdan. A, B, C-ni əvvəlcə tapaq. Ana A, B, C yoxdur. A, B, D-ni tapıram. 10 vurulsun 4 bölünsün 2. Elədi 20. S, D, B, C isə bərabərdir. 10 vurulsun 4 bölünsün 2 bərabərdir 20. S, A, B, C-də nə olacaq uşaqlar? Bu da bərabərdir 20 plus 20. Elədi 40. Bu da belə uşaqlar. Asan idi bu da. Keçdik indi məsələlərə. Gəlin bunları pozaq. Çıxaq məsələlərə. Həqiqətən çox asandır uşaqlar. Bir dənə düstur bilirsiniz. Part-apart hamısını yazırsınız. Yəni özünüz də görürsünüz necə rahat gedir tapşırıqların hamısı. Həm həllər sadədir, həm yolu sadədir, qaydası sadədir. Bunları öyrəndinizsə KSG-nizdə əmin olun ki, nəticəniz yüksək olacaq. Amma bir şeyi nəzərə alın ki, KSG yazanda verilənləri mütləq və mütləq şəkildə yazın. Yəni qeyd edin ki, bunun eni nədir, uzunluğu nədir. Vərəqə doldurun ki, müəllim də baxanda desin ki, hə bu uşaq bilir də hamısını yazıb vərəqə doldurub. Demirəm ağzınıza gələn yazın, amma yəni bildiyiniz məlumatları, dərs barəsində bildiyiniz qaydaları, məsələdə verilən şərtləri yazın. Gəldik, çıxdıq tapşırıq 7-yə. Deyir, qayığın 2 yelkəni var. Aha, biri budur, biri də budur. İndi deyir, böyük yelkən katetləri 2.5 və 5-dir. Gəlin uşaqlar üstünə yazaq. Böyük qələmlə yazırım. Katetimizin, baxın, bu düz bucaqlı, üç bucaq kimidir. Bunun verib bizə 2.5 balaca hissəsini. Böyük hissəsini verib 5. Balaca yelkənin isə katetləri bunlardan 0.5 metr qısadır. Deməli, burası 2-dir. Böyük katet isə 4.5-dir. Deyir, bu yelkənləri hazırlamaq üçün cəmi neçə kvadrat metr parça lazımdır. Gəlin baxaq.
İndi nə edirəm uşaqlar? Böyük yelkənin sahəsini tapıram. 2,5-i vururam 5-ə, bölürəm 2-yə. Bunlar ixtisar gedir. Burada qalır 2,5. Bu da elədir 6,25. Sonra keçirəm S böyük yazım. Buna da S kiçik. 2-ni vururam 4,5-ə, bölürəm 2-yə. Bu da elədir 4,5. İndi uşaqlar S balaca ilə böyüyü toplayıram. S kiçik üstə gəlib S böyük. Bu da bərabərdir 6,25 plus 4,5. Nə eləyəcək uşaqlar? 10,75. Burası sığışmadı. Altdan yazım cavabı. Ya da bunu kiçildim mən. Ən yaxşısı salamatı. Bu da elədi nə? 10,75. Bu da belə uşaqlar asan tapşırıq idi. İndi misal üçün kesikədə sizə düşsə, bunu qəşəngcə götürürsünüz. Misal üçün deyirəm də, indi mən yazmadım. Şəklinə bir-bir çəkirsiniz ki, bu böyük yelkəndir. Bunun tərəflərinə bir ABC ilə işarə eləyin. Müəllim də görəndə müəllimin bir gözünü oxşasın. Sonra yəni müəllim nöqsən tapmasını sizdə də balınızı kəsmək üçün. Keçdik tapşırıq 8-ə. Deyir, parkda uşaqlar üçün düzbucaqlı üçbucaq formasında istirahət köşəsi düzəldildi. Bu üçbucağın kadetlərinə birinin uzunluğu 16. Gəlin yazaq. Bura olsun 16. Bura olsun 16. Digəri isə bundan 25% qısadır. Gəlin əvvəlcə 16-nın 25%-ni tapaq. 16-nı vurdum 25-ə, böldüm 100-ə. 4. Cavab oldu 4. 16-dan 4 vahid qısadırsa, deməli bura 12-dir. Deyir, istirahət köşəsinin sahəsi nə qədərdir? Yerini tərs yazdım uşaqlar. Böyük təbii ki 16 olmalıdır. Bura 16-dır, bura 12-dir. Tapaq. S bərabərdir 16 vurulsun 12 bölünsün 2. Bərabərdir 96-ya. Deməli, istirahət köşəsinin sahəsi oldu 96 kvadrat metr. Bu da belə uşaqlar tapşırıq 8-i də bitirdik. Asan olduğu üçün uşaqlar gördüyünüz kimi 22 dəqiqəyə 8 dənə tapşırığı bitirdik. Əvvəlki birinci yarım il kitabındakı tapşırıqların 8 tapşırığı biz 1 saata ancaq bitirirdik. Çünki həqiqətən hesablamalar çox vaxt aparırdı. Bu qədər uşaqlar. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşənə qədər hələlik uşaqlar.